Ölkəmizin yerləşdiyi işıqlanma qurşağının şimal və cənub sərhədləri arasındakı ən qısa məsafə. Ölkəmiz 40 şimal enli dairəsidir. İşıqlanma qurşaqları yerləşir. 23.5-dən başlayır. Tropik işıqlanma qurşağı. 66, daha doğrusu mülayim işıqlanma qurşağı. Şimal. Bunların ikisinin arası da yerləşir və mülayim işıqlanma qurşağıdır. Mülayim. Nə deyir? İşıqlanma qurşağının şimal-cənub sərhədləri arasında ən qısa məsafə. Şimal-cənub sərhədləri. Şimal sərhədi budur, cənub sərhədi budur. Bunlar arasında ən qısa məsafə. Nə ilə gedir? Meridianla gedir. 1 dərəcə qoysun meridian 111 kilometr. Gedilən dərəcə, həqiqi məsafə. Buradan da gedilən dərəcəni tapaq. Biri 66.5-dir, şimal dairəsi. 23.5-dir, şimal dairəsi. Bunlar eyni olduğu üçün çıxırıq. Olacaq 43 dərəcə. Gətirək qoyaq yerinə. 43 dərəcə. 1 dərəcə 111 kilometr. Deməli 43 dərəcə həqiqi məsafə. Buradan da həqiqi məsafə bərabərdir. 111 vurulsun 43 dərəcə. Vurulsun 43 dərəcə. Həqiqi məsafə də bərabərdir 4773 kilometr. Cavab B variantı. 23 sentyabrda günün səciyyə olan coğrafi əlamət. 23 sentyabr deyən kimi biz yaz gecə gündüz bərabərliyi, gecə gündüz bərabərliyi və bu zamanda günəş ekvatorda zenitdə olur 0 dərəcə ekvator. 0 dərəcəyə düşür. Yəni enliyə 90 dərəcə düşür. Deməli, cənub yarımkürəsinin payız fəsli əksinə bizdə başlayır. Şimal yarımkürəsinin qütb gecəsi olur. Yanlışdır. Cənub tropik zenitdə olur. Yanlışdır. Şimal bərabər işıqlanır. Bəli, burada yazmışıq. Yaz, gecə gündüz bərabərliyi. Yerin xəyali oxu orbit müstəvisinə 75 dərəcə meyilli olsaydı nə baş verər? Biz bilirik ki, yerin xəyali oxu orbit müstəvisinə 66.5 dərəcə meyillidir. Amma deyir ki, meyillik olur 75 dərəcə. 75 dərəcə olur, nə baş verərdi? 75 dərəcə olursa, tropiklər keçir 25-dən, qütb dairəsi keçir 75-dən. 75. Bunlar tropik, bunlar da qütb dairələri. İndi gəlin bunları nəzər. Mülayim işıqlanma qurşağı kiçilərdir. Mülayim işıqlanma qurşağı. Əvvəl 23.5 idi. 23.5. 66.5. İndi isə 25, fərq 43 idi. İndi isə bunların fərq 50-dir. Kiçilməzdir, böyüyərdir. Tropik işıqlanma qurşağı böyüyər, qütb işıqlanma kiçilər. Tropik işıqlanma qurşağı böyüyərdir. Əvvəl 23.5 47 idi, indi 25-25 50-dir. Bu doğrudur. Qütb işıqlanma kiçilər. Bəli, 66.5 idi əvvəl sərhəd. İndi 75-dir, 15 olacaq. Deməli cavab B variantı. Tropik qütb işıqlanma qurşağı kiçilər, tropik əksinə artardı. Çünki 25-dən keçir. İşıqlanma qurşağı dəyişməz, dəyişərdi. Çünki tropiklər qütblərdə, bütün işıqlanma qurşağı kiçilərdir. Bu da yanlışdır. Qış gün dönümü, yenə qış gün dönümü deyən kimi biz yazırıq. Qış gün dönümü deyən kimi yazırıq 22 dekabr. 22 dekabrda yazan kimi günəş 23.5 cənub dairəsində zenitdədir. Zenit. 90.63 məntəqə ilə, yəni bunu soruşur. Şimal tropiki arasında dərəcə fərqi. Şimal tropikdə budur. 23.5 şimal dairəsi. Bunlar arasında dərəcə fərqi. 23.5, 23.5 dərəcə fərqi bərabərdir. 23.5 şimal, 23.5 cənub. Bunlar da fərqli olduğu üçün ikisi də toplayırıq. Bu da bərabər 47 dərəcə B variantı.
Sxemə əsasən ayın tarixini müəyyən edin. Biz belə tapşırıqlar, belə şəkillərdə gecə-gündüzün uzunluqlarına baxırıq və gecə-gündüz uzunluqlarına baxanda ekvatordan şimal-cənuba baxırıq. Biz baxırıq ki, bu istiqamətdədir. Cənuba baxanda görürük ki, gündüzün uzunluğu daha çoxdur. Gündüzün uzunluğu daha çox hansı tarixdə olur? Cənub yarımkürəsində 22 dekabrda. Qış gün dönümündə. Günəş zenitdə olur 22 dekabr, 23:5 şimal tropikində. 23:5 daha doğrusu cənub tropikində. Hansı məntəqədə gecə-gündüz uzunluqları il ərzində bir-birinə daha yaxındır? Gecə-gündüz uzunluqları qütbə doğru getdikcə dəyişir. Daha yaxın olan ekvatora daha yaxındır. Bu da D variantı. Cədvəldə verilən bəzi coğrafi enliklərdə gecə uzunluqları hansı tarixə uyğundur? Deməli, ekvatorda 12 saatdır, 40 şimal 14 saatdır gecənin uzunluğu, 18-24 saat. Biz baxırıq ki, 66-5 qütb dairəsində qütb gecəsidir. Qütb gecəsi. Qütb gecəsi də deməli günəş cənub yarımkürəsində olmalıdır və harda olmalıdır? 22 dekabrda cənub tropikində. 23:5 cənub dairəsində. Sonra 10 şimal enliyinə günorta vaxtı günəş şüanın minimum düşmən bucağını tapın. Düşmən bucağı müxtəlif tarixlərdə hesablanır. Burada indi baxaq ki, minimum düşmən bucağı nədir? Ümumiyyətlə minimum düşmən bucağı odur ki, yəni günəşin zenitdə olduğu, məsələn, düşmə bucağı bərabərdir 90 çıxılsın verilən məntəqənin coğrafi enliyi plus minus günəşin zenitdə olduğu enlik. Əgər bir daha deyirəm, minimum deyirsə, bu plus olmalıdır. Çünki fərqli yarımküre olmalıdır. Günəş, məsələn, 10 şimal en dairəsi deyirsə, günəş cənub en dairəsində olmalıdır. Onda minimum olacaq. Əgər şimalda olsa, maksimum olacaq. Ona görə minimumla hesablayırıq. Deməli, düşmə bucağı baş hərflə yazırıq. Minimum bərabər 90 çıxılsın. Deməli, məntəqənin coğrafi enliyi 10 şimal en dairəsi. Minimum dediyi üçün, bax, minimum dediyi üçün plus qoyuruq. Plus. Deməli, 10 şimal en dairəsi. Günəşin zenitdə olduğu enlik, deməli, maksimum hara kimi gəlir? 23:5-ə kimi. Cənub en dairəsinə. Bu da 22 dekabr tarixdir. Hesablayaq. 90 çıxılsın 33,5 o da bərabərdir 56,5 dərəcə. Cavab B variantı. Qış gün dönümü günün səciyyəvi olmayan, qış gün dönümü deyən kimi 22 dekabr və 23,5 cənub en dairəsi. Şimal qütb dairəsində olmayan, şimal qütb dairəsində qütb gündüzüdür. 22 dekabr günəş cənubdadırsa, şimal qütb gündüzdür. Bu doğrudur. Yəni doğru olmayandır, olandır. Biri çıxırıq. Günəş cənub tərəfinin zenitdə olur. Doğrudur. Yox. Qütb gecəsidir. Yox. Bu plusdur. Bu plusdur. Qütb gecəsi. Bu da plusdur. Yəni plusları çıxırıq. Doğru olmayan soruşur. Günəş cənub tərəfində qütb gecəsidir. 1-2 getdi. Qaldı 3. Şimal cənub bərabər işıqlanır. Yanlışdır. Yanlışdır. Sonra cənub yarımkürəsində qış fəsli başlayır. 22 dekabr cənubda qışdır. Yay fəslidir. Deməli, cavab 3-4. Şimal ən uzun gecə müşahidə olunur. Bu da doğrudur. 3-4. Bakı şəhərində günəşin zenitdə olmamasının səbəbi, əsas səbəbi, deməli, mülayim işıqlanma qurşağında yerləşməsi. Yəni, tropikdən 40-dadır, 40 şimal dairəsi. Tropikdən yuxarıdır, ona görə. Şimal en dairəsi. 21 mart günorta vaxt günəş 60 dərəcə uzanıb düşdüyü cənub və şimal məntəqələr arasında ən qısa məsafəni hesablayın. Deməli, 21 mart deyən kimi günəş hara düşür? Ekvatora. 0 dərəcə. 90 dərəcə düşür. Zenitdir. Bunu yazdıq. 60 dərəcə buz altında. Deməli, günəşin düşmə bucağı bərabər 21 mart üçün 90 çıxılsın məntəqənin coğrafi enliyi. İndi burada deyir ki,
Güney 60 dərəcə uzatılır. 60 bərabər 90 çıxılsın məntəqənin coğrafi enliyi. Məntəqənin coğrafi enliyi bərabərdir 90 çıxılsın 60. Məntəqənin coğrafi enliyi bərabərdir 30 dərəcə. 21 maddədə biz bilirik ki, günəş şüaları bərabər paylanır və bərabər paylandığı üçün bu məntəqələr ikisi də eynidir. Ona görə deməli məntəqələr olacaq 30 şimal, 30 cənub endarəsi. Bunlar arasındakı ən qısa məsafəni tapın. Yenə meridian üzrə gedirik. 1 dərəcə 111 kilometr. Gedilən dərəcə həqiqi məsafə. Buradan gedilən dərəcəni tapaq. 30 cənub endarəsi, 30 şimal endarəsi. Fərqli olduğunu toplayırıq. O da bərabərdir 60 dərəcə. 1 dərəcə 111, 60 dərəcə həqiqi məsafə. O da bərabərdir. Həqiqi məsafə bərabərdir 60 vurulsun 111. Həqiqi məsafə də bərabərdir 6660 kilometr. B variantı. Hansı məntəqələrdə fəsillərin dəyişməsi daha aydın müşahidə olunur? Orta enliklərdə əsasən 45-50, 35-50 enliklər arasında biz fəsillər deyək ki, aydın müşahidə olunur demək olar. 2-dir, enliklərə baxırıq, 3-dür, bir də 6-dır. 2, 3, 6. Digərləri biri ekvatora yaxındır, bu qütbə yaxındır, bu da qütbə yaxındır. Cənub yarımkürəsində olan müşahidəsi 22 dekabr günorta vaxtı günəşi özündən cənubda görürsə. 22 dekabr yenə deyən kimi 23,5 cənub endarəsi gəlir gözümüzə. Özündən cənubda görürsə. Deməli, məntəqələr harada olmalıdır? Şimalda olmalıdır. Bundan yuxarıda olmalıdır. Bu olacaq 2, bu olacaq 3, bu olacaq 5. 2, 3, 5. A variantı. 22 iyun tarixi. Yenə 22 iyun tarixi deyən kimi 23,5 şimal endarəsi. Tropik xətti yadımıza düşür. Cənub yarımkürəsinin yay fəsli başlayır. Günəş ekvator zenitdədir. Şimal yarımkürə ən uzun gündüz olur. Çünki 22 iyundur. C variantı.